Salam. Gəlin bir anlıq düşünək. Sizin ən uzaq qohumunuz kim ola bilər? Bəlkə ağlınıza ilk gələn bir meymundur, ya da bəlkə bir balıq, hətta bir göbələk desəm. Bax, bugünkü söhbətimiz məhz bununla bağlıdır. Richard Dawkins'in o möhtəşəm Ataların Hekayəsi kitabına əsaslanaraq təkamül hekayəsini necə deyərlər tərsdən oxuyacağıq. Yəni, bugündən başlayıb həyatın o ilk anına qədər uzanan inanılmaz bir səyahətə çıxacağıq. Bilirsiniz, Mark Twain'in çox məşhur bir sözü var. Deyir, tarix təkrarlanmır, amma qafiyələnir. Bax, bu söz elə bil bizim bu səyahətimiz üçün yazılıb. Yaxşı, bəs təkamül hekayəsindəki bu qafiyələr nə deməkdir axı? Əslində, bunlar bizim DNT-mizdə yazılan, bizi milyonlarla, hətta milyardlarla illər əvvəl yaşamış o varlıqlara bağlayan genetik əks sədalardır. Elə isə gəlin, bu əcdad hekayəsinin sətirləri arasında biraz gəzək, görək o qafiyələrin izin tapa biləcəkmi? Ümumiyyətlə, təkamül hekayəsinə həmişə necə danışırlar, keçmişdən başlayıb bu günə doğru, düzdür? Amma biz bu dəfə tamam başqa cür edəcəyik. Gəlin qaydanı pozaq, indiki zamandan başlayaq və həyat ağacının o qollu budaqlı yolları ilə geriyə, ta köklərə doğru bir növ ziyarətə çıxaq. Bəli, bu səyahəti həqiqətən də bir ziyarət kimi təsəvvür edin. Biz, yəni yer üzündəki bütün müasir canlılar, hamımız birlikdə müqəddəs bir məkana, həyatın ilk başladığı o nöqtəyə doğru yola düşmüşük. Və yol üstü müəyyən görüş nöqtələrində dayanıb, bizdən çox-çox əvvəl yolları ayrılan qohumlarımızı gözləyəcəyik. Hər belə görüşdə bizim bu zəvvar karvanımız biraz da böyüyəcək. Hekayəmiz isə daha da maraqlı olacaq. Yaxşı, bəs bu möhtəşəm ziyarətə haradan başlayırıq? Yəni, zamanda geriyə doğru attığımız o ilk addımda kiminlə görüşəcəyik? Gəlin vaxt itirmədən ilk görüş nöqtəmizə doğru yola düşək. Və budur səyahətimizin ilk böyük dayanacağına gəlib çatdıq. Bax, burada, zamanın dərinliklərində hələ də bizimlə eyni planeti paylaşan ən yaxın qohumlarımızla üz-üzə gələcəyik. Bu, yəqin ki, insan hekayəsinin təkcə bizim haqqımızda olmadığını anladığımız ilk an olacaq. Deməli, ilk görüşümüz üçün zamanda düz 6 milyon il geriyə səyahət edirik. Və burada çox vacib bir məqamı vurğulamaq istəyirəm. Biz, insanlar, şimpanzelərdən əmələ gəlməmişik. Bu, çox yayılmış yanlış bir fikirdir. Gəlin bunu belə izah edim. Məsələn, siz əminin oğlundan və ya qızından törəməmisiniz, düzdür. Amma sizin hər ikinizin ortaq bir nənə babası var. Bax, məsələ eyni ilə budur. Təxminən 6 milyon il əvvəl insan və şimpanze xətlərinin o ortaq nənə-baba növü yaşayırdı. Yaxşı, bəs bu ortaq əcdad söhbəti niyə bu qədər vacibdir? Çünki bu əslində bütün həyat hekayəsinin açarıdır. Bu anlayış bizə göstərir ki, bugün bir-birindən nə qədər fərqli görünsə də, hər bir növün yolu keçmişə doğru getdikcə bir nöqtədə kəsişir. Hamımız eyni ailə ağacının budaqlarıyıq. Bax, bizim bütün bu səyahətimiz də məhz bu kəsişmə nöqtələrini, o ortaq əcdadları tapmaqdan ibarət olacaq. Yaxşı, bir sual ortaya çıxır. Bütün bunları biz haradan bilirik? Alimlər milyonlarla il əvvəlin bu xəritəsini hansı dəlillərə, hansı sübutlara əsaslanaraq çəkirlər? Gəlin indi də təkamülün bu dəlillərinə, yəni bu səyahətə istifadə etdiyimiz yol xəritəsinə bir nəzər salaq. Belə deyək, keçmişin hekayəsini oxumaq üçün bizim əlimizdə 3 əsas mənbə var. Birincisi, fosillər. Onlar bizə keçmişin daşlaşmış anlarını, fotolarını göstərir. İkincisi, müqayisəli anatomiya. Bu fərqli canlıların bədənlərindəki oxşar dizaynları, ortaq çizgiləri ortaya çıxarır. Amma son 10 illiklərdə elə bir şey kəşf olundu ki, o hər şeydən qat-qat daha dəqiqdir. Bu, DNT-dir. Yəni, hər birimizin öz hüceyrələrində daşıdığı o canlı tarix kitabı. Amma DNT-ni belə təsəvvür etməyin ki, güya o köhnə, əlyazma kimi bir şeydir. Hər dəfə köçürüləndə səhvlər yaranır. Əsla! O, milyardlarla il boyunca demək olar ki, heç bir səhvə yol vermədən nəsildən nəslə ötürülən rəqəmsal bir koddur. Elə məhz bu inanılmaz dəqiqliyi də onu keçmişin ən etibarlı salnaməsinə, yəni tarix kitabına çevirir. Bəs yaxşı, DNT bu qədər dəqiq olmağı necə bacarır axı? Cavab özünü normallaşdırma deyilən bir xüsusiyyətdə gizlidir. Gəlin sadə bir misalla izah edim. Təsəvvür edin ki, bir mətndə qıltap sözünü görürsünüz. Siz onu o dəqiqə kitab kimi oxuyursunuz. Beyniniz səhvi avtomatik düzəldir. Bax, DNT kodu da buna bənzər bir şəkildə işləyir. Kopyalanarkən yaranan kiçik səhvlər çox vaxt sanki orijinal düzgün formaya çəkilir, düzəldilir. Elə bu mexanizm də genetik məlumatın zamanla pozulmasının qarşısını alır. Bu fərqi daha yaxşı anlamaq üçün gəlin bu müqayisəyə baxaq. Məsələn, bir rəsm əsərinin surətini əllə çəksəniz, sonra o surətin də surətini çəksəniz,
Hər nüsxə orijinaldan biraz daha fərqli, biraz daha keyfiyyətsiz olacaq. Buna analoq məlumat deyilir. İndi isə kompüterdəki bir faylı düşünün. Onu milyon dəfə də kopyalasanız eyni qalacaq. Səhv olsa belə onu düzəltmək çox asandır. Bax, DNT məhz bu ikincisinə, rəqəmsal koda bənzəyir. Məhz buna görə də milyardlarla illik məlumatı bu günə qədər sapsağlam qoruyub saxlaya bilib. Hə, indi ki bu sübutların nə qədər güclü olduğunu anladıq, deyəsən səyahətimizin sürətini biraz artıra bilərik. Kəmərləri bağlayın, çünki artıq milyon illərdən yox, 100 milyonlarla, hətta milyardlarla illik zaman məsafələrindən danışacağıq. Və təbii ki, bizim bu böyük karvanımıza qatılacaq yeni qohumlarla tanış olmağa da hazır olun. Bilirsiniz, səyahətimiz dərinləşdikcə zamanın miqyası, ölçüsü sadəcə ağla sığmaz dərəcədə böyüyür. Təsəvvür edin, şimpanzələrlə olan ortaq əcdadımızla görüşdük, düzdür? İndi bütün digər məməlilərlə, yəni itlərlə, pişiklərlə, fillərlə olan ortaq əcdadımıza çatmaq üçün təxminən 94 milyon il daha geri getməliyik. Bəs bütün heyvanlarla olan o bağımızı tapmaq üçün, bunun üçün düz 600 milyon il geriyə getməliyik. Bu həqiqətən də zamanın özü qədər dərin bir hekayədir. Və bizim bu zəvvar çarvanımız getdikcə daha da böyüyür, daha da rəngarəng olur. Hər görüş nöqtəsində bizə yeni-yeni yoldaşlar qoşulur. Əvvəlcə sürünənlər, sonra balıqlar, həşəratlar, biraz da geriyə gedəndə bitkilər və göbələklər. Fikir verin, inanılmaz dərəcədə fərqli, müxtəlif olan bu nəhəng kütlənin hamısı sizinlə və mənimlə birlikdə eyni bir mənzilə doğru irəliləyir. Həyatın başladığı o tək yeganə nöqtəyə doğru. Və nəhayət, milyardlarla illik bu uzun səyahətin sonuna, yəni hər şeyin başladığı o müqəddəs məkana gəlib çatırıq. Dawkins kitabındakı o məşhur ədəbi analogiyaya uyğun olaraq bu nöqtəni Canterbury adlandırır. Yaxşı, bəs burada, bu son mənzildə bizi nə gözləyir? Qəribədir, amma son mənzildə bizi hansısa konkret bir canlı, bir məxluq gözləmir. Bizi bir an gözləyir. İlk dəfə bir molekulun özünün eynisini, yəni kopyasını yarada bildiyi o möhtəşəm, o təkrar olunmaz an. Bax, bu bütün təkamül motorunu işə salan ilk qığılcım idi. Bunu belə də demək olar, bu həyatın yox, irsiyyətin, yəni hekayənin özünün başlanğıcıdır. Və məncə bu bütün bu səyahətin ən dərin, ən fəlsəfi nəticəsidir. Bizim bədənlərimiz, yəni siz və mən sadəcə müvəqqəti daşıyıcılarıq. Bir növ sığınacağıq. Əslində ölümsüz olan isə içimizdə daşıdığımız o genetik məlumatdır. Yəni biz faniyik, amma genlərimiz geoloji zamanların sakinləridir. Onlar, necə deyərlər, əbədidir. Bəlkə də bu səyahətdən çıxaracağımız ən əsas dərs budur. Biz zaman axınında axan ölməz bir gen çayının sadəcə müvəqqəti gəmiləriyik. Biz tək deyilik, təcrid olunmuş adalar deyilik. Əksinə, biz planetimizdəki hər bir canlı ilə birlikdə milyardlarla ildir davam edən qırılmaz bir hekayənin fərqli fəsilləriyik. Bəs yaxşı, bütün bunları bilmək özümüzə, həyata baxışımızı necə dəyişir? Bir düşünün, əcdadlarınız arasında təkcə insanların yox, məməlilərin, balıqların və hətta milyardlarla il əvvəlki o ilk özünü kopyalayan molekulun olduğunu anlamaq sizin üçün nə ifadə edir? Bütün bunlar bizim bu nəhəng kainatdakı yerimiz haqqında bizə nə pıçıldayır? Bu sualla da sizi baş-başa buraxıram.